Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri cəhalət mühəndisliğinə qələbənin 258-ci bölümün başlayıram. Dünənki bölümdə, ya geçmiş bölümdə çox eşitdiyim bir kitabla tanış oldum. Birinci dəfə idi tanış oldum. Divanul Lüğat-ı Türk. Türk dilinin divanı. Və bu kitab 466 Hicri qəməridə yazılmışdır. Yəni 981 il öncə. Kitabın o cür ki sonunda da yazıbdır. 2 ildə bunun yazması, 4 dəfə yazıb pozması çəkir və bu da gələr onun üstünə. Və özü də deyir ki, bu kitabı yazmaq üçün tamam Türk torpaqların Çində, bugünkü Çindən tutmuş ta Uyğur torpaqlarına ki, bugün 50 il olmayıb işğal olubdur Çinlilərin vasitəsilə. Onlardan ta gəlir Avropanın göbəyinə qədər bunları bir-bir dolanıbdır. Elləri, obaları, qəbilələri, tayfaları dolanıbdır və sözlükləri şeirlərdən, danışıqlardan toplayıbdır. Tapmacalardan, hər şeydən, zərbül məsəldən filan o sözləri toplayıbdır. Hətta özümüz, mənim ərəbcəm o qədər güclü deyil, amma oxuduğum qədər dünənki səhifələrdə gördük ki, Türk dilinin o şey ki, farsca deyirlər, saxtar. Nə cür quruluşu necə qurulubdur, sözlər nə cür bir-birinin yanına gəlir, feil nədir, fail nədir, bu cür. Yəni, mən bilmədiyim bir şeyləri o zaman, yəni, üst-üstə desək, 1000 il bundan öncə bunları dilçi olaraq, elə bir dilçi, bugünkü bir modern dilçi olaraq o zaman onu açıqlayıbdır, teorilərini qoyub ortaya, amma təəssüflə mənim ərəbcə zorum çatmadı ki, bunu çox oxuyayım. Umaram ki, bir gün eləyə biləm, oxuyayım bunu. Yazan kimdir? Yazan 2 nəfər bunu yazıb. Biri əvvəl özü yazandır, biri də nüsxəsi. Yəni o kitabı ki biz gördük nüsxədir. Əvvələn ərəb dilində yazılıbdır və ərəbcə izah veribdir. Ərəblər üçün yazılıbdır. Özü də əvvəldə deyibdir, Peyğəmbər Həzrətlərindən sallallahu aleyhi və səlləm bir hədis vardı ki, türklər gələcəklər iş üstə, dünyanı idarə eləyəcəklər və çox uzun zamanda idarə eləyəcəklər. Buracan Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləmin buyurduğu düz çıxıbdır. Niyə? Çünki dünya imperatorluqlarında keçən 1000 ildə danışırıq. Heç bir imperatorluq Türk imperatorluğu qədər uzun tutmayıbdır. Ha belə heç bir imperatorluq Türk imperatorluğu qədər türklərin yəni məsələn deyirlər ingilisə ki, torpaqlarında heç vaxt gün batmazdı. O vaqiət budur ki, türklərin də torpaqlarında heç vaxt gün batmazdı. Və türklər ordulardan, ingilislərdən çox yer azad eləmişdilər və istismar eləmirdilər, işğal eləmirdilər. İşğalla azadlığın fərqi buradadır. Məncə, ingilislər hər yerə gediblər, orada əvvələn insanları qətliam eləyiblər, yəni savaşdan sonra qətliam eləyiblər. Məsələn, gəliblər Amerikaya, Amerika Cünubi olsun, Şimali olsun, ya Orta Amerika olsun, gəliblər bura, bunların əlində silah yox, onlar tüfəng ilə, topla gəliblər. Bunları vurublar, öldürüblər, tamam, savaşda öldürərlər adamı, tamam, savaş olub öldürüblər, burasını diyaxələ beləsi. Yəni, bundan belə ki, bərabər dəyir güclər, amma qəbul el yaxşı savaşmışlar, savaşda öldürüblər. Amma savaş eləmədən sonra gətiriblər bunlara pətu paylayıblər. Bura deyib, pətu gətirmişik sizdə. Cüzamlı pətu veriblər bunlara. Bunlar qətliam olublar, gediblər. Vəbalı pətu veriblər, qətliam olublar, gediblər. Ya məsələn, gediblər Çinə, hamını motad eləyiblər. Ta Çini kontrol eləyə bilsinlər. O şey ki, bugün İranda da gedir da. Yəni, hamını motad eləyərək ki, insanlar hakimiyyətə qarşı etiraz eləyə bilməyərlər. Yəni, İranda əgər bir dana doğru mədəni mübarizə geçsəydi, bu idi ki, tərki etiyad eləyirdilər.
O halda ki, belə bir şey olmayıbdır. Təkcə bir şey ki, keçən 50 ildə qiyməti o qədər dəyişməyibdir, sabit qalıbdır. Bununla belə ki, məsələn, doların qiyməti 1000 bərabərdən çox gedib üstə, evin qiyməti 1000 bərabərdən çox gedib üstə, hər şeyin qiyməti 1000 bərabərdən çox, 1000 qat çox gedib üstə, amma tiryekin qiyməti təqribən həmandır. Məvad müxəddinin qiyməti təqribən həmandır. O qədər dəyişməyib. Çünki dövlət istir insanlar işğalçı belədir da, işğalçı dövlət istəyir ki, insanlarda cürət, cəsarət olmasın. Taza bir danışığa, taza bir düşüncəyə və taza ayağa durub inqilab eləməyə. Bunun üçün də ən yaxşı və sadə yol budur ki, insanları mu'tad eləyərlər. Hər halda bu kitabı 2 nəfər, bir əvvəl yazan adı Mahmuddur, Mahmud Kaşğəridir. İndi əlbəttə kitabı açım yenə, oradan görək kamil. Kitabı biz görsədim də, sonra gedək bu taza kitablarımıza baxaq. Divan-ı Lüğat-ı Türk və dünənləri açmışdıq, əgər gətirsə burada bir də şey var idi. Tibbi Türkünü də bu günlər oxuyacağıq, görək ki, nədir? Tamam. Mahmud dədəsinin adı Hüseyndir və Hüseynin də dədəsinin adı Məhəmməddir. Məhəmmədin oğlu Hüseynin oğlu Mahmud Kaşğərli bu kitabı yazıbdır və bu kitabda 110 il hududən öncə Osmanlı dövründə çap olubdur. 6 cildidə çap olubdur. Əlbəttə kitab yazan özü deyir ki, bu kitabı, yəni Mahmud Kaşğəri deyir, bu kitabı 9 cildidə yazıbdır. Əvvəldə bir müqəddəmə yazıbdır. Dünən biz bu müqəddəməni biraz oxuduq, amma müqəddəmə özü bir cild idi, yəni. Kiçik bir cildi deyil, yəni 200 səhifəyə yaxındır. Kitabın özü 1125 səhifədir. Ki biz burada onun hamısını PDF-də qoyublar, bir kitab eləyiblər, görürük. Amma bu kitabı bir nəfər də nüsxə eləyibdir. Neçə il bundan qabaq? O da 783 il öncə bu kitabın nüsxəsini yazıbdır. Bu nüsxəni yazmaq üçün gediblər bir nəfərdən əmanət al. Aha, Osmanlı bunu çap eləmək üçün, Osmanlı dövlətinin bu kitab yox imiş. Bu kitabı gediblər bir yerdə adı nə idi? Bəkirdə. Bəkirdə adı oranın. Əgər son səhifələrinə gəlsək, orada bir türkcə yazıbdır. Burada yenə yazır. Maarif-i Nizarət Cəliləsi şu kitabı istinsaq və mütbəə təsihatı bu əbd-i acizə fərman buyurdu. Fəqət kitabın digər nüsxəsi olmadığı üçün, ayrı bir nüsxəsi olmadığı üçün sirqət və hərik kimi bir hadisəyə meydan verməmək əməli ilə əcələ yazdım. Hətta müqabiləyi belə bəkləməyərək nüsxə-i əsliyi məhfuz bir qasiyəyə tövdi etdim. Mətbəə təsihatını yazdığım kağızlara tətbiqən yapdım. Müqabilə edilməyən kitablar az çox xətadan salim olmayacağından yazdığım kağızlarda şübhəm var idi. Onun üçün şimdi hər 3 cildi nüsxə-i əsliyə ilə müqabiləyə məcbur oldum. Kitab çap olandan sonra, ki çap altındadır əslində. İşte bu müqabilə nəticəsində aqlaşılan nüqsanları, fərqləri ayrıca göstəriyorum. Yəni, kitab indi gedib çap altında olaraq adam deyir ki, bunu mən baxım görüm, əsli şeylərlə iştibahım vardı, baxır nüsxələri, yəni o əsli kitaba baxır və görür ki, iştibahlar var, iştibahları burada gətiribdir. Yazıb ki, hangi səhvədə, hangi kəlmə, hangi cümlədə, hangi kəlmə iştibahdır. Mutaliin-i kiram lütfən bu təsihatı da nəzərdə diqqətə alsınlar. Bu birinci şeydir ki, burada onu alır, amma ikinci şeydə burada gətirir ki, iki mühüm lisan ögürədən
şu qiymətli kitabın surət-i nəfisədə təb və nəşri xüsusinə bəzli himmət buyuran Maarif Ümumiyyə Naziri və Asar-ı İslamiyyə və Milliyyə Əncüməni rəisi Şükrü bəy Əfəndi həzrətlərinə təşəkkür edir. Cəlibdir, burada da deyil. Ehtimalən ya axır səhifədə olacaqdır. Bu qələtlərin sonunda o kimdən alıblar. Adamın adını da yazıbdır, kitabxanasının da adını yazıbdır ki, Diyarbəkirdə, yadıma düşdü. Diyarbəkirdə bir kitabxanadan bunu bir adamın kitabxanasından alıblar və əmanət alıblar. Sonra da qeytəriblər o adama, yazıblar. Burada o hangi ildə yazılıbdır onu görürük ki, hər iki yazını göstərir. Yəni bir Mahmud Kaşqari yazdığının tarixini göstərir. Bir də o adam ki yazıbdı, adı da burada Savi Sümməd Dimişqi. Bu da onu o cür yazıbdı, amma aha buradadır. Burada onu deyir ki, beləsi oldu. Qalə Mahmud ibn Hüseyin de Yox, burada o deyil. Burada ehtimalən bu qismətdə deyir. Fərqə min təliq ilə Əl-Abdülfəqir iləllahi Teala Muhammed ibn Əbi Bəkir ibn Əbil-Fəth Savi Sümməd Dimişqi Əfəllahu Teala ənhu yevməl əhd Sabi'i vəl-İşrinə min Şəvval səniyyə 64 və 600 min nusxəti hiyə bi xətti müəllifil kitab. Yəni müəllifi kitabın şeyinə yəqulu fi axiri ma surətuhu fi axirihi ma surətuhu obtedi bi təlifi fi kitabın sonunda Mahmud Kaşqari belə yazıbdı ki, obtedi o bi təlifi fi qurrəti cəmadil ula min sənəti 64 məəsi burada naqis düşübdür mütəəssifanə. Və təmmə bədə tənqih və təhsib və təhrirə 4 mərrat 4 dəfə yazandan sonra yevməl isneynil aşiri min cəmadil axirəti min sənəti 66 və 400. Burada gətiribdir, onu kamil yazıbdır ki, hangisi olubdur? Kitab bitdi. Burada da yazıbdır onu, amma o ki, mən bunu harada oxudum, indi cəlib budur ki, yadımda deyil ki, bunu kitabın əvvəlində oxumuşam. Aha, burada yazıbdır. Bu yeganə kitab-ı Maarif Nizarət-i Cəliləsinin təqdiri ilə Hələb dəftərdar Əsbəqi Diyarbəkrili Əli Əmir Əfəndinin kitabxanəsindən istiarə olunaraq təb və təmsil edilmişdir. Əslən kitabın üstündə yazır ki, biz bu kitabın əslin kimdən almışıq? Diyarbəkrili Əli Əmiri Əfəndidən, onun kitabxanasından əmanət alaraq bunu təb və təmsil eləmişik. Yəni ona misli bənzətmişik ki, o əslidir. Bu onun çapıdır. Hər halda bu kitab çox dərin bir kitabdır. Türkçəyə də fikir edirəm ki, dostlarımız, böyüklərimiz, alimlərimiz tərcümə eləyiblər, olmalıdır. Fikir edirəm ki, 2 nəfər bunu tərcümə eləyibdir. Türkiyəyə də tərcümə olubdur. Türkiyədə də tərcümə olubdur. Güney Azərbaycanda da fikir edirəm ki, ərəbcədən tərcümə eləyən var. Amma gedək bugünkü kitabımıza. Görək ki, bugünkü kitabımız ki, Tibbi Türki deyə qanşarımıza çıxmışdı, nə olubdur? Bu kitabı burada görürük ki, Tibbi Türki deyə adın PDF-də yazıblar və yazıblar 170 səhifədir. Mən baxıram, görürəm ki, PDF-in birinci səhifəsində 2 dana səhifə qoyublar və vərəq vururam, görürəm ki, PDF-in hər səhifəsində 2 səhifə görsənir. Yəni, bu kitab əgər Tibbi Türki adı olsa, ki, indi baxarıq, görürük ki, bu Tibbi Türki dedikləri adı nədir? Bunun 170 səhifəsi olsa, bunu gələk çarpaq 2-yə, olar 340 səhifəlik bir kitabla qarşıyıq. Əvvəl bu kitabın bir şeyinə baxaq, görürük ki, kitaba su keçibdir.
Cildi hələ bəlli o qədər göstərmir. Bəllidir. Cildi də nazik kağızdır, qalin kağız, yəni kartondur, müqəvvadır, nazik. Və bu ikinci səhifədə görürük ki, su keçibdir, yazılar özünü itiriblər. Yəni təəssüflə çox görsənmir. Bu İstanbul Üniversitesi kütüphanəsində sarayı, kütüphane kitap sarayında qalır. 70-82 nömrəli orada qalır. Bu kitablar məmulən öncədən Darülfunun, Osmanlı dövründə Darülfunun adlanan, yəni danışgah, indi danışgah ya universitet deyirlər, ya bilim yurdu deyirlər. Onun öncədən adı nə idi? Darülfunun idi ki, dedik Təbrizdə də var idi, Tehranda da var idi. Əgər səhv eləmirsəm, o şey ki, Bəndər-Abbas deyirdik, biz öncələrdə orada da var idi. Və bir ayrı yerdə Şirvanşahda da gərək yolu idi. Və fikrim Əhvazda da fikir edirəm. Yəni dəqiq mütməyin 5 yerdə hər halda mən gördüyüm gözümə sataşıbdır. Kitablara baxırıq, ikinci səhifədə kitabın əsli yazılan yeri buradan başlanır. Bismillahirrahmanirrahim. Bu birinci səhifədə, sonra bu kitab sahibləri hər kəsmiş, onlar bir şeylər yazıblar. Baxarıq, görürük ki, nədir? Kitabın təəssüflə görürsünüz, su keçibdir və ortasında da görürük ki, yapışıb bir-birinə cırılıbdır. Oxuması biraz zordur bəzi yerlərdə. Bəzi yazıları qırmızı yazıbdır. Bunlar bəziləri ki, onlar yəni fəslidirlər. Onlar önəmli nöqtələrdirlər. Belə görünür ki, bu elə dəftər kimi bir şeydir. Onun üstündə yazıblar. Əgər bu mixkub görsə, mən bunu mixkub kimi indi görürəm. Əgər bu bir yerdə mixkub kimi görünsə, yəni bu məncənə ilə basma olsa, yəni çox da qədimi kitab deyil. Amma tibb olduğu üçün önəm daşımaz bunun qədimi olub olmamağı. Çünki tibbdə əl aparsalar belə, hər halda siyasi mətləb yazmadığı üçün, tarix mətləbi yazmadığı üçün o şey etməz. Yəni, amma məlumdur, indi bunu da deyim ki, 200-340 səhifəlik bir kitabı məncənə ilə düzəltmək olmaz. Onun üçün bu elə şirazəsi toxunmalı olacaqdır, yəni tikməli olacaqdır, toxuyublər, tikiblər. Mənim nəzərimə elə gəlir. Kitab bir gözəl xətt ilə yazılıbdır. Gözəl xətt niyə? Çünki mən ki, türk dilində savadsızam və dərs oxumamışam, bilmirəm. Özəlliklə təxəssüsi, məsələn, tibbi dili təxəssüs dilidir. İndi də təxəssüs dilidir. Mən dünən bir gözəl bir məsələ eşitdim, bir fikirəm ki, Instagrama da onu göndərdim ki, orada dostlar da görsünlər. Bir Türkiyədə xanım danışır, özü də belə nəzərə gəlir ki, tibb mütəxəssisidir. Osmanlı dövründə əlbəttə ki, dilinin yazısına mütəxəssis görünür. O orada iddia edir ki, Osmanlı dövrünün tibbi kitablarına baxanda görürsünüz ki, kitablar çox qalin deyirlər, çox naziklər, 40 səfə, 50 səfəlik bir kitabdır hərəsi. Amma milyonlar, orada deyir ki, milyonlar tibbi kitabı var. Deyək ki, milyonlar deyil, amma minlər tibbi kitabı var. Vaqəən də odur. Yəni, tibb kitablarına baxanda biz görürük, məsələn, bu indi çox qalindir. Əlbəttə, indiki danışqahlarda da oxuduq kitablarla qarşı-qarşıya qoysaq, bu əslində bir cüzvədir. Yəni, onların yanında uşaqdır bu, bir şey deyil. Niyə? O niyəsi cəlibdir. Deyir, çünki o zaman döktür yox idi hər yerdə. İnsanların azdan çoxdan savadı var idi. Kitabları sadə yazırdılar, göndərirdilər ki, hamı döktürlüğü başarsın, hamı kitabı oxuyub məlisçilikləri əlac eləyə bilsin. İndi isə elmi təbəqə eləyiblər. Yəni, bir iddənin inhisarındadır. Həm elm, həm dava dərman, hər şey, bir iddənin, hər iş bir iddənin inhisarındadır. Bura girə bilməzsən. Girdin, bu dili sən öyrəşəcəksən, ayrı adamlara deməyəcəksən. Onun üçün hətta düz deyir, məsələn, indi İran deyilən yerdə də, Türkiyədə də, Azərbaycanda, hər yerdə də
tibbin dili ingiliscə, latincədir, ya ayrı bir dildədir. Yəni bunu millət, məmuli millət bilmir. Hətta Kanadada, Amerikada belə adamların dili ingiliscədir, bunu bilmirlər ki, burada nə keçir. Çünki bu təxəssüs dilidir, istəmirlər. Amma o zaman Osmanlıda bunu sadələşdirirdilər ki, insanlar bilsinlər və özlərini dava dərman eləsinlər. Orada mən bunu bir dəfə demişdim. Osmanlıda, İslamda və Türk dünyasında tibb şey deyil. Tibb bir təxəssüsdür, uzmanlıqdır, amma pul qazanmaq üçün deyil. Yəni ticarət deyil. İstəyirəm buraya. Pul qazanmaq üçündür, amma ticarət üçün deyil. Bu günləri İranda və dünyada, xüsusən İranda tibb ticarət üçündür. Yəni nə mənə? Məsələn, görürsən bir nəfərin qıçı sınıbdır, bir nəfərin qolu sınıbdır, bir nəfərin kulyəsi dəyişiləcək, bir nəfərin qəlbinə bir şey olubdur, bir nəfərin gözünə, başına bir şey olubdur. Gedir döktürə, döktür deyir ki, əvvəl gərək mənə mizaltı verəsən. Mizaltı qədim şah zamanı deyirdilər, indi bilmirəm nə deyirlər. Deyir ki, məsələn, nə mənə? Qabaqcan deyirdi, məsələn, gətir 10 milyon, 20 milyon, 50 milyon, 100 milyon verginə sənə əməl edeyim. Yəni, amma bimaristan ayrı, filan ayrı. İndi isə eşitdiyim qədərinə indi deyir ki, yox. Ya siccə verəcəksən, ya dolar. Çünki İran pulunun etibarı gedir əşaya. Deyir, ya dolar gətir, ya siccə gətir, qızıl. Ki, mən sənə əməl edeyim. Buna deyirik, bu ticarət deyil, bu əslən mafiyadır, bu əslən zor demaqdır. Mənim əlimdə imkan var, kəsirəm. Dövlətin əlində imkan var, oğurur, vurur, öldürür, asır. Mənim də əlimdə imkan vardır, sənə əməl eləmərəm, canlı xətərə düşər, ölərsən. İstəyirsən ölməyəsən, istəyirsən naqis olmayasan, gəcnən mən sənə əməl eləmək üçün əvvəl gərək mənim mizaltımı qeyri-qanuni aldığım pulu verəsən. Məsələn, mən eşitdiyim bir dana əmələ deyir 2 dana, 3 dana, 5 dana siccə əvvəl alır. Ondan sonra deyir ki, tamam, get bimaristana, filan bimaristana, onlarla da gör, onlar nə istəyəcəklər, nə eləyəcəklər, o da özün bilərsən. Bu bir mafiyalıqdır, bu gücdən qeyri-qanuni, qeyri-insani bir fayda götürməkdir. İslamda və türklərdə bu yox idi. Ya məsələn, görürsünüz ki, bir dana video yaydılar, onun üzü ilə deyirəm ki, nədə? Əlbəttə, özüm də mən Ruznamə-i Səlamda işləyəndə bir uzun məqalə, neçə günlük, hər gün bir səhifə, kamil, İranda davaları nə cür təqəllübi yazırlar. Bir şirkətin, o zaman adını da demədim, özüm də şey eləmədim, çox da fişara qoydular, pulda rüşvə də pişnahad elədilər ki, o adamın adını verəm, amma adını da vermədik, özünü də mərif eləmədik. O zaman o şəxsi gəldi mənim yanıma, mənlə getdik, otduq, danışdıq, mənə bir çəmədan kağız gətirdi. Ki, bax, burada davalar belə gərək ola, amma biz davaları belə düzəldirik. Məsələn, qəraldır, məsələn deyirəm, bir ton xəmir eləyirik filan dava. Məsələn, kolye davası üçün, ya medə davası üçün, ya baş ağrı davası üçün, ya qəlb davası üçün bir ton dəmir, xəmir düzəldəcəyik. Bu xəmirə filan maddələrə hərəsindən gərək bir belə qataq. Deyir ki, onu məsələn biz nə edərik? Məsələn, bu dava ki, qəlb üçündür, bu dava bir tonda qəlb üçün düzəldirik. Bunun filan davası ki, əsli davadır, onu məsələn bir əvəzin ki, məsələn deyirəm, 2 kilo tökək, ondan 100 gram tökürük. Yəni, onun faydası yoxdur. O zaman çox səs çıxartdı. Ruznamə-i Səlamda olanda bu çox səs çıxartdı. Çünki bir təxəssüsü bir iş idi. Hətta Ruznamədə mənim rəislərimiz adını da belə bilmədilər. Bunun adı nədir? Fəqət onlar mənə etimad elədikləri üçün bunu çap edirdilər. Yəni, indi də bir video yaydılar. Orada da gördük ki, döktür zəh vurubdur davaxanaya. Davaxanada zəbt edir biri. Davaxananın sahibi danışır döktürünə. Orada biri işləyən ya bir ayrı adam ki, orada vardı. O da bunu zəbt edir telefonla, videonu. O adam döktür də bilmir. Davaxanın sahibi da bilmir. Orada deyir ki, döktür bu adama deyir ki, sən bu aydan mənə 900 milyon ayda pul verəcəksən, mən sənə müştəri göndərəm.
O da deyir, məsələn, axı doktor bu çoxdur, mən indi sənə məsələn 50 milyon verirəm ayda, bunu birdən 900 milyon ya 1 milyard eləmək çox zülmüdür. Deyir ki, istəməsən ayrı davaxanaya göndərirəm. Bu da bunu göstərir ki, o doktorlar dava yazırlar mərizlərə, doğru dava deyil. Bunu yazmır ki, bu məriz düzəlsin. Bunu gedəndə gedir buna bir ambar dava yazır ki, buna bir dana dava xeyir eləsə, 10 dana dava da zərər eləyir. Əlbəttə, hər davanın zərəri var. O istədim bunu tozih verəm ki, Osmanlı dövründə və türklərdə və İslam dövründə doktorluq bir vəzifə idi. Tamam, insanların ona şeyi bağlı idi, yaxçı yaşırdılar. Tamam, bu yerində. Amma bu ki, insanların canın, sən mənə bu pulu verməsən, mən sənə əməl eləmərəm deyə yoxdur. Kitabı yazırdılar, sadə görürsünüz. Ələn bu kitabı yazıblar, sadə göstərirlər və insanlar da buna baxırdılar, özlərinə əməl eləyirdilər. Elə indi də davaların bir çoxunu biz bilmirik. Side effect deyə bizə dava verirlər də ingiliscə. Davanın yan təsirləri, yan özə ziddi təsirləri. Yəni, məsələn, davanı yeyirik, görürsən ki, məsələn, başımız ağrır, ona yeyirik, vurur, məsələn, kolyəmizdə bir mərizçilik çıxadır, böyrəyimizdə bir məriz çıxadır, nə bilim, kilsə səframızda, bir qəlbimizdə, fişarıxunda, fulanda, bəhmanda, bunlarda da təsir qoyur. Bu son zamanlarda mənim bir dostum, tanıdığım davası yeyirdi, kolesterol. Kolesterol davası yeyirdi, ölməcən gedirdi. Niyə? Side effekti var. Özdə fəqət bir dava yeyirdi. Yəni 2 dana, 3 dana, 5 dana dava vermirlər Kanadada adama. Hər halda bunları da fəqət o şey üçün dedim, fikirlərim ki, çox uzatdım sözü. Bəli, yarım saat geçir ələn burada. Kitaba baxırıq, kitab getdikcə o sular azalır qıraqlarında. Əlbəttə qıraqlarında da görürük hər iki səhifədən bir. Yəni cüt səhifədə 122, 124 bu cüsə şey qoyubdur, yazıbdır. Məsələn, əlbəttə necə olubdursa, burada tazaşdan yenə, məsələn, burada yazıbdır ki, 126, 120 ya 125'dir. Bu 125, 124, 125, 126, 127, 128 cüt səhifələrə qoyub. Təkləri saymır, cüt sayır. 129, 130, 121. Orada 120 idi, mən bunu 130 oxudum, 120-dir yenə. 121, 122, 123, yenə də, yəni, əlbəttə, əşğada da düzün yazıbdır. Sonra görüblər ki, qələt yazıblar, baxın. Burada 127, ya aşağıda yazıb 127, burada 120 yazıbdır, aha, 127, aşağıda düzün yazıbdır, 127, 128, burada 139 olubdur, 140 olubdur, ha, gəldi, 140, 141 aşağıda xətləyibdir, burada 141 gəlibdir, qələt yazıb, burada da 102 yazıbdır. Bəllidir, bu kitaba səhifə qoyanda çox çırıxıblar və şey yazıblar. Amma burada görürük ki, bu səhifələrdən sonra, yəni 147-ci səhifə ki, burada görsəniz, PDF-də 147 görsəniz, bu səhifədən sonra görürük ki, yavaş-yavaş yenə yağış, su gəlib tökülüb kitabın içinə və bu 151-ci səhifə təqribən demək olar ki, oxumamazlıq vəziyyətinə keçibdir. Ehtimalən onunsa bir parça biz, yaş parçazat tökülübdür, düşübdür. Burada da bir tarix qoyub, ehtimal verirəm ki, bu kitab burada 163-cü səhifədə fikir edirəm ki, bir tarix qoyubdur, amma yaxçı oxunmur, vəli qeydəndə oxumağa qeydib oxuyaram. Ondan sonra nəzərə gəlir, kitab qurtarır, amma görürük ki, davam edir və əlbəttə son səhifələrdir da bunlar qurtardı, kitab da burada. Osmanlı deyir, bu cildidir. Cildi ki, əvvəldə əksini qoymamışlar, cild belə, cildin sonudur özü də, yəni cildin görürük ki, çox gözəl bir kitabdır. Buna şütürü deyirdilər fikir edirəm bizim kətlərdə. Şütürü rəhdə qalin cildi varmış. Ki, mən əvvəldə dedim, bunun cildi nazik gəlir. Yox, o ehtimalən birinci səhifə imiş. Qalin cildi varmış, gön çəkilmişmiş üstünə və onun da dövrəsində çox gözəl bir nuqrə rənginə, ehtimalən ya nuqrə ilə, ya nuqrə rəngi ilə gümüşlə, yəni gümüşü rənginə ya gümüşlə bunun dövrəsinə də bir gözəl nəqşə çəkmişmişlər. Bir dana da qeysaq dalıya için kitabın
görürük ki, Osmanlı dövründə su üzündə çəkilən nəqqaşi kağızlarından da bunun cildin səhv kitaba yapışdırıblar. Biz orada gördüyümüz səhifəçi dedik, buymuş. Bu səhifə imiş 1199-dur. Nədir? Belə bir şey də burada görürük. Sürətlə qeydaq kitabın əvvəlinə və bu kitabdan biraz oxuyaq, görək ki, nədir? İndi bu səhifə görürük ki, mən əvvəldə dedim səhifədir. Yox, bu cildi salmayıblar. Cildin içində də o axırda gördüyümüz nəqqaşı olacaqdır. O da olacaqdır, onu da salmayıblar. Birinci səhifəni ki, yapışıbdır, biraz qalindir özdə karton kimi. Bunu da yapışdırıblar səhifəyə. Bu ikinci səhifənin o üzündən kitab başlayacaqdır. Biz yazıları görürük. Burada bir şeylər yazılıbdır. Amma su gəldiyi üçün oxumağı üçüncü gündə, mənə burada bir şey yazıbdır, dövlət yox. Nədir bu, oxuya bilmirəm ki. Mevlana'nın üçüncü gününə ki yoldaşlı oxunmur. Yəni Məhmud bəy Hatuni Məhmud bəy Hatun ruh eyləmişdir. Burada bir təslimə ruh eyləmişdir. Belə bir şey oxunur, amma bilmirəm yəni. Zimkün qəriq ilə Amin 1175 sənəsində bunu oxuram. 1175 sənəsində Cəmadül Axərin 28-ci günündə iki yevmil Ya Rəhmanu Ya Rəhim. Əlbəttə yazmayıb orada. Orada yazıb ki, Bismillahirrahmanirrahim. Bu Bismillahın sağ tərəfində və sol tərəfində yazılar qırmızı yazmışmış. Təəssüflə oxunmur. Salam oxunmur İbni Şərif rəhmətullah. İbni Şərifin oxunur, amma bu birisi tərəfdə nə mənə yazıbdır, o oxunmur. Mən oxuya bilmirəm. Ehtimalə əsli kitabda oxuna bilsin. İbni Şərif rəhmətullah əleyh. Burası oxunur. Bismillahın sol tərəfində oxunur, amma sağ tərəfindəki oxunmur. Mən oxuya bilmirəm. Gedək. Bismillahirrahmanirrahim. Onları qırmızı yazdığı üçün oxunmur. Bismillahirrahmanirrahim. Elhamdülillahi şafi'il əsqami ibadihi bi hikmetihi və səlatu və səlamu əla Muhammedin el-vafiye bi şəfaəti əla ümmetihi bəduh. Qutuldu. Əvvəl şəfa sözündən danışır. Dedik ki, müsəlmanlar bir dana bir şey mən bunu qabaqcanda demişdim, amma bunu burada bir dəfə də deyim. İslam dünyasında İslam hərəkət dinidir. Savaş dinidir. Zülmlə müqabilə eləyən bir dindir. Değişən dindir, değişkəndir. Yəni İslamda bir dənə qanun, 2-3 dənə qanunla sabitdir. Allah birdir, şəriki yoxdur. Qiyamət var. Həzrəti Məhəmməd Allahın rəsuludur. Bu 3 dənə sabitdir. Bu 3 dənədən sonra İslamda bir şey sabit, bir şey yoxdur. Hər şey değişkəndir. Bu bir. İkinci, o günəcən ki, İslam təşri mollaların əlinə getməmişdir. Hədisçilərin əlinə keçməmişdir. Şəriətə çevrilməmişdir. Yəni Qur'an Qur'an idi. Şəriət deyildi. O günəcən ki, Qur'an Qur'an idi və İslam toplumunda, müsəlmanlar toplumunda Qur'an olaraq mənbə idi. Şəriət olaraq mənbə deyildi. O günəcən müsəlmanlar dünyada, elmidə, teknolojidə, siyasətdə, hüquqda, hər şeydə üstün idilər. Məmləkətlərin azadlığında, insanların azadlığında üstün idilər. Fikir aləmində üstün idilər. Fikir ürətirdilər. Düşüncə ürətirdilər.
O gündən ki, İslam, Qur'an qoyuldu kənara, mollalar dini aldılar əllərinə, Qur'anı qoydular kənara, şəriət yaratdılar. Yəni, bu molla gəldi dedi, belə eləyəcəksən, o birisi dedi, belə eləyəcəksən, hər kəsən oturdu özünə bir şey. Bu o qəd toplatdılar, o qəd şişirtdilər ki, Qur'an qaldı kölgədə, şəriət gəldi üstə. O gündən ki, şəriət, yəni mollaların düşüncəsi, hədisçilərin düşüncəsi gəldi iş üstə, İslam aradan getdi, müsəlmanlıq aradan getdi. Çünki İslam, Qur'anda hərəkət var. Əslən, Qur'anın birinci ayəsi oxumaqla başlanır. Nun vəl qələm və ma yusturunla başlanır. İqra bi rabbikəl əzimlə başlanır. Yəni, oxumaqla, yazmaqla, əqlinə başlanır. Amma o zamandan ki, İslam geçir və Qur'an geçir hədisçilərin əlinə və təşri şəriətçilərin, yəni mollaların əlinə geçir. O ki, biz molla deyirik, hədisçilər filanlar, onların əllərinə geçir və onların mənfəətlərinin əllərində geçir. İslam insanların düşüncəsi olur. Yəni, dünənəcən Qur'an Allahın tərəfindən gəlmiş Allahın nəzəri hesab olurdu. Ya ən aşağı baxanda deyirik, Həzrət Məhəmmədin düşüncəsidir. Ən aşağı mərtəbəsi budur ki, Qur'an deyək, Həzrət Məhəmmədin düşüncəsidir. Yuxarı mərtəbəsində budur ki, Allahın düşüncə, Allahın fərmanları, fərmayişləri də Həzrət Məhəmmədin dili ilə. Yəni, Həzrət Məhəmməd o fərmanları bir dil ilə deyir ki, insan onu düşünsün. Beləsi düşünməliyik. Mən özüm indi belə düşünürəm. Mənə bir hadisə yüz verdi, onun üzü ilə Qur'anı indi belə düşünürəm ki, Qur'an Allah tərəfindən sözlər Həzrət Məhəmmədə bir qul ya əyyuhənnas deyilməyibdir. Mən belə düşünürəm. Bu mənim düşüncəmdir. İndi burada da mən bir molla oluram da əslində. Bir düşüncə örtüyə qoyuram. Həzrət Məhəmmədə bir vəziyyət hasil olubdur. O vəziyyəti Həzrət Məhəmməd sözə çeviribdir. Öz sözləri ilə onu deyibdir. O gördüyün, o hiss elədiyin, o anladığın, o anlayışın sözə tökübdür. Sözlər Həzrət Məhəmmədin sözü ola bilər əgər Qur'an təhrif olmasa. Qur'anın təhrif olmasında ehtimal çox-çox yuxarıdır. Yəni %99-dan da üstündə hətta. Amma o günəcən ki, bu Qur'an Həzrət Məhəmmədin ya Allahın sözü deyə mərkəzi qudrət və siqli hərəkət idi İslam dünyasında. Müsəlmanlar qabağa gedirlər, elm yaradırdılar, fikir yaradırdılar, düşüncə yaradırdılar, siyasət yaradırdılar, hüquq yaradırdılar, insanlığa düşüncə verirdilər. Dedik, İspaniyalılar və Portuqallılar, İngilislər hara geliblər? Mərisçilik aparıblar, insanları qətliam eləyiblər, dinlərin dəyişdiriblər. Amma siz gəlirsiniz İslam dünyasında görürsünüz ki, belə bir şey yoxdur. İslam dünyasında adamlara demirlər ki, sən dilivi dəyişdirəcəksən, İslam müqəddəsdir, istəyən dilin dəyişdirir, istəməyən dəyişdirmir. Dinin dəyişdirir, dəyişdirmir. O qalıbdır adamların qəbul eləməklə, eləməməklə. Və sadəcə elə müsəlmanlardan da maliyyət alır, oralardan da maliyyət alır. Onun adına cizyə deyir, bunların da adına bir ayrı bir şey deyir. Zəkat deyir, xums deyir, nə deyir, nə bilmirəm. Xumsu da elə bir şey yoxdur, zəkat deyir. Birinə zəkat deyir, birinə cizyə. Və bunları alır. Yəni, hər ikisində maliyyət alır, vergi alır. Amma o gündən ki, İslam geçdi mollaların, hədisçilərin əlinə və Qur'an İslam toplumundan çıxdı, bu mollalar, bu hədisçilər o qədər hədisləri, şəriətin qolqanadını çoxaltdılar ki, Qur'an və İslam onun altında itdi. Qur'an bir dana öncədən oqyanus idi, şəriət onun içində, məsələn, bir dana istikan idi. Bir istikan su idi oqyanusda. İndi isə şəriət çevrilibdir oqyanusa, Qur'an onun içində bir damladır. Onun üçün hərəkət yoxdur İslam dünyasında. Onun üçün İslam dünyası yatıbdır. Mənim düşüncəmdə gərək kollən bu hədisləri qoyaq qırağa, o şey ki, sünnət deyirlər, onları qoyaq qırağa. Çünki sünnət, yəni, Adab-ı Rusul ki, Həzrəti Məhəmməd dövründə və ondan sonra var imiş və biz bilmirik ki, nə qədri var imiş, nə qədri yox imiş. Çünki hər hədisçi deyibdir ki, Həzrəti Məhəmməd belə eləyibdir. Yəni, sünnət olaraq görsədiblər. Amma biz bilmirik ki, bu vaqiyyən belə var imiş ki, yox imiş.
Onun üçün onları qoysalar kənara, qeysaq Qur'ana və Qur'anda da değişkənlik var. Yəni heç də sabit deyil Qur'anda. Dedim 3 şeydən sonra Allah birdir, şəriki yoxdur. Həzrət Muhammed Rəsuldur, qiyamət var. Bu 3 dananı əsli tutsaq değişmir. Ondan sonra Qur'anda namazdır, oruçdur, dəstəmazdır, zəkatdır, xumsu, hər nə mənə ki deyirsə hamısı değişkəndir. İnsanların haqqı belə değişkəndir. Xanımların hüququ belə orada değişkəndir. Onun üzüylə biz değişkən baxa bildik hüquqa. Hüquqa değişkən baxa bildik. Tamam haqlara değişkən. Yəni baxarıq, onu modernləşdirərik. Onu bu günə görə modern deməyək, günləşdirərik, güncəlləşdirə bilərik. Çünki Qur'an bizə bir ülgü verir da. Ülgünü verəndə biz onunla gedəcəyik. Tamam. Bunu da dedik. Bu da mənim düşüncəm idi bu günləri. Yenə də onu çox düşünürdüm. Onun üçün istədim bunu da sizlə ortaya qoyam. Bu da məndən bir yadigar yenə də qalsın. Elhamdülillahi şafii li isqami ibadihi. Ehtimalən mən isqam oxuram, amma bilmirəm ki bu nə ola bilər. Bi hikmətihi və salatu və selamu ala Muhammedil vafi bi şəfaəti ala ümməti. Bə'duh qutardı. Buradan indi bə'duh. Bundan sonra bu sözləri ki dedim, bildik ki müsəlmandır, bildik ki Allahı şafi bilir, bildik ki Allahı hikmət sahibidir, bilir ki hikməti ilə insanlara siqam elir, bilməm siqam nə deməkdir və Həzrət Muhammədi qəbul elədi, onun Həzrət Muhammədə salam-ı səlamatını göstərdi və dedi ki Həzrət Muhamməd də millətinə Allah yanında şafi idi. Şafi də yəni ki, şəfaət eləyəcəkdir. Şəfaət nə deməkdir? Şəfa olan bir mərəzçılıqları vardı. O mərəzçılığı düzəlsin deyə. Nəinki günahları əfv olsun. Mərəzçılıqları düzəlsin deyə. Şəfaət oradan gəlir. Bəduhu bu zəifi nəhiful əriq ya ərif. Bi İbni Şərif. Kimdir? Aha, ərif. Ərif yəni tanınan. İbni Şərif. Adı Nəhif Əl-Ərif ibn adı Ərifdir, üzr istəyirəm. Adı Ərifdir. Əl-Ərif ibn Şərif. Yəni bu adamın adı Ərifdir, dədəsinin adı Şərifdir. Ərif ibn Şərif əfə ənhumal məlikül lətif. Allah bunların hər ikisinin günahlarını əfv eləsin. Özün və dədəsini dua elədi. Çox gözəl. Allah mənim də dədəmə rəhmət eləsin, ruhin şad eləsin. Yerin Allahın yanında eləsin. Günahları olsa əfv eləsin inşallah. Ünfəvani şəbabidən. Ünfəvan yəni əvail, ərəbcə sözdür. Şəbab cavanlıq. Yəni nocavanlığımdan da, uşaqlığımdan. Ünfəvani şəbabidən əvani subuhətə erincə. Əvani şeyxuxət olacaqdır etibarla, ya şeyxətə. Fikir edirəm şeyxuxət yazır, yəni şeyxətə gəlincə, yəni qocalıq. Şeyx ərəbdə qocadır. Əsli anlamı qocadır. Əvani şeyxətə erincə, qocalığa gəlib yetişincə elmi tibbə məşğul oldum və bəzi kütüb-i mütəqəddimin və mütəəxxirin ərəbi, burada bir ayrı bir şey də yazıbdır, cırılıb gedibdir. Risi. Mücərrəb ustadilərindən oqudum və mütaliə və təcrübə qıldım və elmi tibbi bəhrilərində qüvvətim və qudrətim qudrətim ehtimalən təbdüncə cəvahirin istixrac edib səhaif oğraq dərcində dərc etdim. Qudrətim tutdunca olacaqdır ehtimalən. Qudrətim tutdunca ya yeddükcə, qudrətim yeddücüncə cəvahirin istixrac edib səhaif oğraq dərcində dərc etdim. Hüseyn sərfu
Hüseyn, mən Hüseyn oxuram buna, amma ehtimalən hüsn olacaqdır. Hüseyn sərfu hərəc etmək üçün. Dedim, bu Hüseyn oxunmur. Sərfu hərəc etmək üçün burada bir şey yazıbdır. Yenə oxunmur, cırılıb, yəni kağız cırılıbdır. Su gedibdir, kağız yapışıb o birisi səhifəyə cırılıbdır. Müminin və əmraz müsliminin və səhhət-ü şəfasinə səbəb olub xalqıdan rəhmət. Görürsünüz, insanlar burada öncədə rəhmətdən ötürü bu ki, insanlar məni dua eləsinlər. Mənə yaxşı baxsınlar. Öləndən sonra belə kitabımı oxuyanda rəhmət eləsinlər. Deməsinlər ki, Allah lənət eləsin, əcəb şeyidir. Bu bizim evimizi satdıq, verdik filan. Ya məsələn, kolyəmi satdım, verdim filan şeyə. Yəni toplum bir yerə gəlibdir ki, mütəəssifanə insanlar bir-birlərinə rəhm eləmirlər. Dövlət rəhm eləmədiyi üçün insanlar da rəhm eləmirlər. Çünki ideoloji çönübdür insanlıqdan sərvətə. Dünyanın heç yerində yoxdur bu. Heç yerində. Yəni, mən Türkiyədə yaşamışam bir il yarım. Kanadada da 20 ildir yaşıram. Mən bu son zamanlarda gördüm, Kanadada kağızlar yazıblar, dükanlara vurublar ki, bir dənə şəhərdə mən orada yaxın yaşıram. Orada yaşayan insanların %40-ı ac gedir mədrəsəyə. Mədrəsədə də bunlara yemək verirlər. Evə də apara bilirlər uşaqlar. Amma dövlət də büdcə verir. Yəni, bunlara yemək verirlər azdan çoxdan. Mədrəsə də müftədir. Mədrəsə müftədir. Kollec və danışqah müftə deyil. Mədrəsə də müftədir. Uşaqlar da 18 yaşına can dövlət hər uşağa ki, Kanadada nədən olur, ya Kanadaya girir, permanent rezident ailə ilə Kanadaya girirsə, o gündən ki, Kanadaya ayağını bastı, 18 yaşına da dək ayda ona bir pul verir. $800, $900 çıxa bilir. Qalıb ailəyə, aşağı çox gəliri olan ailəninki biraz aşağı olur, aşağı gəliri olan ailəninki yuxarı olur. Amma bununla belə tamam furuşgahlarda, mötəbər furuşgahlarda, böyük dükanlarda adamlara deyirsən donate eləyəsən, isə bağış verəsən. Mən elə adamlar gördüm ki, özü gedir Food Bank-dən, yəni o bir xüsusi bir yerlərdir. İnsanların köməklikləri gedir ora. Məsələn, dükanlarda gedir adam özünə makaron alsın, bir dənə də makaron alır, orada bir sandıq qoyublar, qoyur oranın içinə ki, onlar ki, gəlirlər aşağıda, onlara verilir də bunlarda. Onlar oradan yesinlər. Yağ alır özünə, orada alır, nə bilim, qaplama alır özünə də alır, paltar alır özünə də. Hər nə alsa bəzi adamlar o cür edirlər. Bəzən görürdüm ki, məsələn, bunlar gediblər oradan özləri jeton alıblar, kartdır belə bir cür pul əvəzinə kartdır. Onu gətiriblər, bəllidir, bu dükanın kartıdır elə, bu dükanın özü verib ora. Yəni şey olur, dükanlar dedim, bağış yığırlar pul olaraq. Sonra bu bağışı jeton olaraq, kart olaraq verirlər o Food Bank-ə ya Food Bank-ə məmulən verirlər. O Food Bank də ora gedən adamlara deyir ki, məsələn, sənin gəlirin nə qədərdir? Məsələn, deyir, azdır da bir belədir. Buna deyir, gətirir, məsələn, deyir ki, həftədə məsələn, $200, $300 şey verir, kart verir, jeton. Get bundan dükandan, o dükandan yemək al, içmək al. Alkol alanmazlar bundan məsələn. O da gəlir buradan alır. Gördüm ki, məsələn, adam bundan gətirib alır. Amma eyni halda nə edir? Məsələn, deyirlər ki, istəyirsən bağışlı olasan, çıxadırdı cibinə bir $3, $5, $10 cibinə görə. Bağışda olurdu. Çox əcibdir. Bu mütəəssifanə İranda dediyim mənə xəbər gələnlər çox pisdir. Hər halda keçək. Xeyr dua nə cür dedi? Dedi ki, müminin və əmraz-ı müsliminin sihhət və şəfasinə səbəb olub xalqdən rəhmət
burada yenə bir şey yazıbdır. Əmənə türdən xeyri dua bülmək üçün. Zira ki bu elmi tibbi şərif və şər'i elmidir. Elmi tibbi şərif və şər'i elmidir. Cəmi ənbiya aleyhisselam aleyhüməsselam yazıbdır. Aleyhüməsselam bu elmi ilə əməl etdilər. Hətta Musi Kəlimullah aleyhissalati Musi yazıbdır üzdə. Musa yazmayıbdır. 2 dənə yenə yazıbdır. Musi Kəlimullah aleyhissalati və səlam salatı da. Qələti, bunun yazı qələti çoxdur. Yəni ərəbcələri yazanda görürəm ki, qələt yazır. Məsələn, Cəmi ənbiya aleyhümüssəlamı aleyhüməsselam yazıbdır. 2 nəfərə yəni. Və bu elmi ilə əməl etdilər. Hətta Musi Kəlimullah aleyhissalat yenə qələt yazıbdır. Və səlam zəhməti ariz olduqda təvəkkül edib əlac qail olmadan olmadı. Əlacə qail olmadı. Haqqı Teala Cəllə və Əladan nida gəldi kim? Ya Musa, bana təvəkkül etməklə bənim hökmətimi batil etməyi istərsən. Hikmətimi istərsən, ədviyələr kim mənafi'i qudum nə mənə yaratdım beheysimi. Burada bir kəlmə yazıb ki, yəni oxuya bilmirəm ki, nə olacaqdır, amma nəzərimə gəlir ki, yəni bihudə yaratdım mı? Belə deyə soruşur. Mənafi qudum. Yəhdəmmi yaratdım ya yəmtəmmi yaratdım. İzzətim və cəlalim haqqı üçün sana şəfa verməzəm ta ol mərəz üçün. Sana dedikləri otləri istimal etməyincə. Ondan sonra Musa aleyhisselam ol otləri istimal edib bə'dü şəfa buldu. Və dəxi Həzrəti Rəsul aleyhisselamdan rivayətdir ki, İnnə likulli dain və dəvain fəizə əsabə dain dəvai əddəə tərüddü biiznillah Teala. Əddəu vahidun və huvel həzmu. Buradan qələt yazıbdır, mən də oxudum elə. O ya nə cür qələt yazıb, mən də o cür qələt oxudum. Nəzərimə belə gəlir. Çünki bu hədisi bir neçə yerdə oxumuşdum. Yəni, hər dərdə dəvadır. Geçən ol dərdə dəvaniyyətə ol zəhmətində qurtulur. Dəva niyyətinə o dərdə dəva niyyətinə ol zəhmətdə qurtulur. Beiznillahü Teala illa bu mərəzə dəva olmaz kim ol mərəz birlikdir. Və həracı Əbu Həreyra və ehtimal Əbu Həreyra bir şeydir. İslamda bir şəxsiyyət imiş. Razi Rəziyallahu anhu ehtimalən olacaq. Rivayət qılır ki, Peyğəmbər əleyhissalam bir gün Ümmü Sələmənin üzərinə görəvi Ümmü Sələmə ol. Nə mənə burada gördü ehtimalən. Burada bir şey yazıb silibdi. Ehtimalən əyal yazmışmış, nə mənə yazmışmış, silibdi. Üzərinə gördü Ümmü Sələmə ol haldə ki şirim açmaq beylər və hal bu kim şirim issi və tez nəsnə rəsuldə delkən. Çox şey yazılıbdır, yəni əl yazısı fərqlidir. Əlbəttə bunu oxumağı çox rahatdır, bunu deyim. Əl yazıdır və dünyada tək bir yazıdır. Bunu bir neçə səhifəni oxuyandan sonra bunun əl yazısı ilə göz tanış olar, beyin tanış olar, eləyə bilər ki, oxusun.
İndi burada bir şey yazıbdır, boş qoyubdur. Yəni burada bir nə qədər yer boş qalıbdır. Birazını da ki oxuya bilmədik. Nədir? Noindəndir. Qutlu müshildir. Qüvvətli müshildir. Həzrəti Rəsul əleyhissalam Ümmü Səlimə Sinami üçün əmr elədi, yümür gəldi. Yümür gördən ərz qərəz budur ki, elmi tibbi ilə əməl eyləmək hikmət bariyə və bariyə, yəni Allaha və şəriəti Məhəmmədiyyəyə müvafiqdir. Burada bir şey su gəlibdir, da bunlar yenə də olacaqdır. Olsa ol cəvahiri şey-i cəm və tərtibi edib bir risalə düzdüm və ani yadigar İbn-i Şərif qodum ta ki bu risalə illərdə müstəməl və məşhur olduqca bu fəqirə dəxi dillərdə məzkur olub əş-şitai xeyru minəl əlif ehtimalən əl-sənaib xeyru minəl əlifi deyü yadigar İbn-i Şərif olu kitab kim düzdüm babləri müxtəsərliği ilə müştəmildir nüktələri və neçə faydeləri olu kitablər anlərdən xalidir və neçə kitablər də istəsələr bulunmaz. Əhli kəmalun və əhli vəzikdar nə mənə oxunur bu? Əhli vəzikdar təəllüləri və muradləri ola. Təəllüm ehtimalən olacaqdır. Və hakeza olacaq bu da. Və hakeza təəllüləri və muradləri ol nüktələri faydədir. Və bu kitabı səfərdə və həzərdə belə götürüb saxlamaq asandır və bir diqqət ilə alıb mütaliə edib ol kimsənin muradi yetirəcək hasil olur. İndi burada əsla oxunmur və adi kitabidə ehtiyacı olmaz. Sihhəti, hifz və məqaməti dəf etməkdə gərəkli olə və bu kitabı 5 bəxş eylədim. Burada oxunmadı, buraları geçək etdim. Burada nə mənədir? Və məqali əvvəli bəxş o əvvəldən hifzi sihhətdədir. Bəzi yəni təndürüstlüyü saxlamaq tədbirdəndir. Ol hal ilə ol alt babdır. 16 bab olacaq bu. 10'dur ehtimala. 16 babdır. Bab-ı əvvəl havada birindədir. Hava tədbirindədir. İkinci bab yıl və vəzilləri tədbirindədir. Yıl və zilləri bilmirəm nə mənəcək tədbirindədir. Üçüncü bab şəhr və məskən tədbirindədir. Dördüncü bab qəftan geymək və körək tədbirindədir və kürək tədbirindədir. Beşinci bab oxunmur, burası nə mənə tədbirindədir. Altıncı bab sular tədbirindədir. Yeddinci bab şərablər tədbirindədir. Səkkizinci bab oxunmur, orası ölçü və ayaqlıq tədbirindədir. Bu nə deməkdir bilmirəm. 9-cu bab riyazət tədbirindədir. 10-cu bab səhl ədviyyələr və bədəni artıq fəzlələrdən pak etməkdir. Müshil şərbət və ya həfnə ya şafilər ilə pak eyləmək tədbirindədir. 11-ci bab qusmaq tədbirindədir. 12-ci bab oxunmur,
himayət tədbirindədir. 13-cü bab ayrıq istifraqlar tədbirindədir. Yəni ağız bəsməkdə və baş cigər təmizindədir. Babil aşir cəlibdir. Üstə yazdı 13-cü bab. Burada deyir Babil aşir. Yəni 10-cu bab yenə oldu. Babil qeydli, yəni iştibah yazdı. Nəşincində və kuzazdədir. Bilmirəm bu nə deməkdir. Nəşincidə və kuzazdədir. 11-ci bab həzərdədir. 12-ci bab göz ağrısındadır. 13-cü bab təzaşdan yenə deyirəm, bunları yazıbdır. Qulaq ağrısındadır. 14-cü bab burun rayihə yelməkdədir. Burun rayihə bilməkdədir. 15-ci bab ağız və todaq və dil və diş və boğaz xəstəliklərindədir. Xəstə olacaqdır. Xəstəliklərindədir. 16-cı bab zükam və nazilə və ürək və zatül cənb və zeyfün nəfs və zatül riyədədir. 17-ci bab yürək hətələqlərinə və isti xəfəqan əlacındədir. Mən xəfəqan oxuram, amma ehtimalən bir ayrı bir şey olsun. Çünki bunlar təxəssüsüdür da, bilmirəm nədir. 18-ci bab midə xəstəliğindədir. 19-cu bab ishallər ənvaindədir. Ya da əshəllər ənvaindədir. Əshəllər yumuşaq eləyənlər ehtimalə. 20-ci bab qulunc ənvaindədir. 21-ci bab məqəd zəhmətləri əlacındədir. Bu çox cəlibdir. 22-ci bab cigər xəstəliklərindədir. Cigər, biz indi cigər demirik da, ciyər deyirik. Cigər, yumuşaq. Elə Türkiyədə də ciyər, yumuşaq dilə, ciyər. Amma cigər yazılır. Cigər türkcə sözdür. Gedib də ərəbcəyə elə cigər yazırlar, ciyər. 23-cü bab təlaq xəstəliklərindədir. Burada təlaq boşanmaq anlamında deyil ha. Ona görə. Çünki təxəssüsüdür da, yəni o ümumi şeyə danışmır. Əlbəttə təlaq özü də təxəssüsü bəhsidir, hüquqi bəhsidir. Bu o deyil. Burada bir şey də yazıbdır. 24-cü bab. Nə mənədi oxumuram, əsfər ya əsqər əlacındədir. O nə mənədi oxumur. 25-ci bab yərəqan əsvəd əlacındədir. 26-cı bab istisqaləri əlacındədir. Səfələrin də üstündə yazıb. Mən heç diqqət eləməmişdim. Bunların üstündə hangi səfədə yazılıbdır, onları da yazıb. Məsələn, bunu şimdi oxuduq. Bu 126-cı səhifədədir. Qabaqçı 125-ci səhifədə idi. O təlaq məsələsi 123-cüdə idi. Məqəd məsələsi 116-da idi. O məqəd zəxmiləri, yox o birisi. Qulunc ənvaində. Qulunc ənvai 112-də idi. Budur, mən indi bunları belə baxanda görürəm ki, bu nömrələr, mən deyirdim ki, bir ayrı bir şeydir. İndi görürəm ki, yox bu şeydir. Hər hangi səhvədə nə mənəni yazıbdı, onu qoyubdu burada. 27-ci bab bögürək dəfrəq ya dəfrəq belə zəhmətlərində və əlacındədir və səlisul bowl və əsrul bowl əlacındədir. Bu da 138-ci səhifədədir. 28-ci bab şul mərəzlərdir kim onlara münhəsirdir, məxsusudur, zikr və həyaşişi gibi. Zəkər və həyaşişi gibi. Zəkər kişi aləti ya xanım aləti, özəlliklə kişi aləti və
həya şişi. Həya o qismədir ki, xanımlar və kişilər hər halda ora həya deyirlər. Adını gətirmir, yəni. Zəkər kişi alətinə deyir, həya şişi xanımların alətinə deyir. Həya şişi gibi və cərahəti gibi. Onlar yarası olsa, mərisliği olsa. Cərahət normalda şey anlamında deyil. Əməl cərrahı anlamında deyil. Cərahət, yəni üfunət eləyə, oradan bir su çıxa, bir yara çıxa, bir şey ola, ona cərahət deyir. Cərrahlıq da ki deyirlər, yara eləmək. Bu cərahət, görürsünüz ki, bəzən bir mərəssilik olur. Məsələn, indi çiban kimi məsələn. Bədəndən çıxır, açılır, o cərahət olur. İçindən irin gəlir. Buna biz cərahət deyirlər, qədim deyirmişlər. Sonra da bunu kəsib, ona da cərahət deyirlər. Yəni, özün kəsəsən, açasan. Sonra da bu cərrahlıqda elə ona deyirlər. Yəni, o adam ki, işi fəqət kəsib şey eləməkdir. Mərislikləri kəsib dərman eləməkdir. Və pəs 28-ci bab şul mərəzlərdir ki, onlara münhəssirdir, məxsusudur. Zəkər və həya şişi gibi və cərahəti gibi və burada bir şey yazıb və məni gibi. Burada bir şey yazıb, amma onu və di gibi və məni gibi və qüvvət-i cəma gibi. Gedir burada ər-arvad bölümlərində onların həm ilgilərinə girir, cima ər-arvadla arasında olan məsələdir və bir də onlarla olan mərisliklər haqqındadır. Bab-ı əvvəl. Gəldiğinde bab-ı əvvəldə başlayır övrətlər xəstəligində. Bəs bunu orada bab-ı əvvəldə mən oxumuşdum? Maddi xəstələrin. Maddi, burada maddə, bəs dişi xəstəliklər. İndi burada gəlirdi ki, bab-ı əvvəl övrətlər xəstəligində və heyz qanı çox olmaqdadır. İkinci bab. İndi burada qıraqda da bir şeylər yazıbdır. Buradan gərək bəzi cümlələri çəkib aparıb eşiyə. Amma oxunmur. Mən də onları ona görə oxumadım. Naqis qalır yəni. Bab-ı əvvəl övrətlər xəstəligində və heyz qanı üçün çox olmaqdır. İkinci bab negris və uca məfasil, bilmirəm nə deməkdir, və ərəqun nisa və daun bəsəl əlacində buradadır. Üçüncü bəxş istima və həsəbə və çiçək əlacındədir. Dördüncü, bunlar şeydir, o birinci babın içində olan məsələlərdən danışacaqdır. Dördüncü bəxş, burada bəxş sözündə yazıbdır. Zəniyyətdə və şişlərdə və yarələrdə və cərahilərdə və sulcülərdədir. Beşinci bəxş kimin ziddü qəbün dübür üzvi küft olduğu bən və bir üzvi dəxi yerindən çıxdığından əlacın bəyanındadır. Altıncı bəxş, yenə burada bir şeylər ki, oxuya bilmirəm, yəni oxunmur. Mən onu zorun zibində, nə mənədir bu, oxunmur və sifətindən, yəni bitirməkdə və oğulları əlacındadır. Və oğulları əlacındadır. Yəni nə mənə bilmirəm. Bab-ı əvvəl hava tədbirində. İndi qeydli təzəşdən buradan hava tədbirinə, hava nədir olacaqdır filan. Mən gördüyüm, yəni o şey ki, bu günləri çox diqqət olunur elmdə, onları biliblər ki, nədir? Biri nədir? Hava. İndi deyirlər farsdada həvazi mərisliklər, ya həvazi, nə bilim, viruslar filanlar ki, hava ilə gəlirlər insanlara. Bir iddəsi su ilə gəlir, bir iddəsi yemaqlarla gəlir, bir iddəsi seks ilə yayılır və. Yəni, bu mərislik, yəni bəllidir ki, insanlar bunları
Bilirmişlər, tapmışmışlar və üstündə də bir kitab yazıbdı, gedibdi. İndi bura əvvəl səhifələr çox zordur oxumaq. Gedək biraz görək ki, məsələn bir əvvəl baxım görüm ki, nə müddətdir oxuruq bunu. Saatı 1 eləmişik. Tamam. 1 saatdır, yəni 1 saatda 10 dəqiqədir ki, gedirik. Gedək bunun məsələn 50-ci səhifəsindən biraz oxuyaq. Görək ki, 50-ci səhifədə nə var? Yəni kitabın 100-cü səhifəsinə gəldik. Amma PDF-də 50-ci səhifədə yox. Yaqu deyə bir şey yazıbdı, amma bu nədir, mənədir? Mən bilmədiyim üçün biraz aparım üstə görüm ki, üstəki mənə bir dürlü şərab, bir növ şərab düzəldir ki, kim sinəyə və öykünə dad gösürğə fayda edə. Sürə. Kim sinəyə və öykünə var və öskürəğə fayda edə. Bəs kim sinəyə və öykünə, uyku olacaq bu da, öykünə və öskürüğə fayda edə. Və bil anhərs gedərər. Ya ağrəs gedərər. Ağrısın və bel ağrısın gedirər. Və bel ağrısın gedirər. Əbul xeyridir, əbul incirdir, nədir belə bir şey. Nə qədər ki deyələr 10 kəndi bərabər, 10 kəndi bərabər. Ha, əbul nəmənədir. Nə qədər ki deyələr 10 kəndi bərabər, necə su ilə, yəni su ilə, necə su ilə qaynadələr. Məhərra pişə, bir gecə qoyalar tura. Ertəsi bezdən soğub süzələr. Bez yəni parça. Bezdən soğub süzələr. Ol qalan suyunun yarısını qərari bal qətələr. Onun suyun qalanının yarısı qərari, yəni nə qədər qalırsa onun yarısı qədər də qədari bal qətələr. Qəvamə gəlincə saxlayələr. Hacət vaxtında şərbət edib içələr. Nafi ola, hərarəti olan kişinin, hərarət yəni təb, hərarəti olan kişinin bal yerində şəkər edələr. Bir bal yerinə əgər bir istəyirlər təbi kəsilsin, şəkər qoyarlar. Vaxt edələr və diqqət vaxt az ola və əşrali odilə. Bilmirəm nə mənədir. Əşəqi odilə. Ehtimalincə od üstə qoyarlar, əşəqa odla bu qeyniyə şəkəri qatanda şey ola, tez düzələr. Yaqut, əlbəttə bir dənə də yazıb yaqut, görək nədir? Kim göbəyə dürtməklə ishal eyləyə, dögülmüş, alınmış, qəru bənəfşə bir dərəm səhli olmuşdur. Səhəq olmuşsa Əbu Məhmudə birdənin ikisini alacaq, su ilə qarışdırələr. Görürsünüz ki, təxəssüsüdür. Mənim də bunlardan başım çıxmadığım üçün Əbu Məhmud nə deməkdir? Yəni çox şeydir. 11-ci baba gəlibdir, Ənva-i şərabidə. Burada indi şərablardan danışır ki, şərablar mənzur əraq deyil, əlkol maddəli deyil. Ənva-i şərablərdədir ki, mötəbər kitablərdə bulunmaz. Təryaqilər. Təryaq həman tiryaq sözündən gələn ehtimalən ola bilər. Yəni o şeylər ki, biraz yumuşaldırlar bədəni şeyi və təryaqilərdə faydalı iyi, məcunlərdə malicunlərdir. Sağ kişilərdə, sağ nə deməkdir bilmirəm, sağ kişilərə və neçə xəstələrə gərəklidir. Sikəncəbin sadə səfravi
kişilərə iyüdür. Səddələri açar. Nə deməkdir bilmirəm ki. Tamam, geçək. Bunlardan geçək, çünki bunlar bizim zorumuz çatmayan bir şeydir. Sadəcə oxuram, amma anlaya bilmirəm, çünki bu kitabda əlbəttə görürük. İndi şərbətlərin içində, məsələn, şərbətlərin adlarını oxuyaq heç olması da, ki, görək nə yazıbdır. Şərbətlərin adı. Şərbəti həlilə-i zərd, şərab-ı səndəl, şərab-ı ənəb-ı sə'ləb, şərab-ı təmur hindi, şərab-ı mərsin, şərab-ı əncir, şərab-ı abkacıc, şərab-ı nilufər, şərab-ı əqnətin, səqərcəl, bu da sıqırcıl, nə mənədir bilmirəm, şərab-ı yəfnə, maül əsəl, şərab-ı turid, ya tərid, şərab-ı lisan sur, şərab-ı ravənd, nuhud suyu, ehtimalə noxud suyu, nohud ab, nə deməkdir? Nusxı-i nohud, bərdu rulu noxud ab, bərdu, bərd və rulu nohud ab, bilmirəm nə deməkdir. Sifəti cəlab sadə, ya səqəti cəlab sadə, sənət də ola bilər. Əlbəttə, indi burada sənət görürəm. Sənəti cəlab. Sifəti səngəncəbin. Sift səngəncəbin də ola bilər. Onlar da olar, buna tay ola bilərlər. Yəni, sift cəlab-ı sadə, sift cəlab, sift səngəncəbin, səngəncəbin bəzərüvi, bilmirəm nə deməkdir. Səngəncəbin digər, səngəncəbin müshil, səngəncəbin səfrəcili, səngəncəbin rumani, şərab-ı ənar, səngəncəbin rumani, şərab-ı turinc, şərab-ı limun, şərab-ı ərk, şərab-ı təmur hindi, şərab-ı mərsin. Digər, görürsünüz, yəni o qədər şərablardan yazıb ki, bunların hərəsi də deyir ki, bir şeyə dərmandır. Yenə də bir ayrı şərab-ı ənar, şərab-ı xəşxaş, şərab-ı müngihdir, nə mənədir? Şərab-ı yenə də xəşxaş və bu cüsü çoxdur. Şərablar maül əsəl, şərab-ı nə'na, ənva-i digər, şərab-ı nilufər, şərab-ı bənəfşə. Mən yəni də sürətlə gedirəm, qalanlarını oxumuram. Şərab-ı əncir tazaşdan. Yəni gördüyüm qədər çox şərab-ı lisan-ül həməl, şərab-ı tut. Yəni bunları sürəti səfərləri çoxaltdım, çünki çox şeydir. Təryaqlara gəldi. İndi burada təryaqları görürəm. Bilmirəm, qeydim görüm təryağı bir yerdən görə bilirik ki, hardamışdır. Təryaqın şərbəti. Təryaq, nə mənədir bu? Təryaq farqı baş tapmadım. Yəni istəyirəm görüm bu təryaqlarda bir təryaqın ədviyyələri. Görüm təryağı bir yerdə görə bilsək. Yəni, aha, 12-ci bab. Təryaqlərdədir və iyü məcunlərdədir. Təryaq Faruq kim? Təryaq əkbərdir. Nə mənə burada gecikdir, anla. Əfilan, əfi, yılan, suqduğuna. Aha, təryaq yəni vaksən. Vaksən kimi, ya bir vaksən yox, hətta vaksəndir. Nədir? Mərisilik tutandan sonra vurarlar ki, şey olsun. Nəinki mərisilikdən öncə vurarlar, o şeydir. Bunun adı nədir? Vaksəni öncə vururlar ki, mərisilik tutasan, sonra tutmayasan mərisilik, əsli mərisiliği. Amma bu mərisilik tutandan sonra vururlar ki, mərisilik bədəndən çıxsın. Padzəhər.
Padizəhrilərə təryaq deyir. Pəs tiryaq deyilmiş, ta şeymiş, padizəhr imiş. Deyir ki, əf'i yılan soktuğuna və cəmi'i yılanlar soktuğuna və əqrəb soktuğuna və cəmi'i zəhərlərin zərərin dəf edər. Yəni dedik da, tamam o zəhərlər deyəndə, yəni tamam zəhərdir. Zəhərlər sumum ki verirlər, deyir, onların hamısını dəf edər. Quduz it taladığına, quduz it taladığına, quduz haman indi nə deyirlər? Hari. Fayda edər və cəmi'i öldürücü ağrıların məzərrətinə dəf edər. Məzərrətinə dəf edər. Və cəmi'i bəlğəmi və sudai illətlərə faidə edib zail edə. Bu iki illətlər də ki, buna bağlı, deyir, onlara faydası olar. Xasə cüzam illətinə və sər və falic və səkdə və rəşə və ki bəlğəmdən olə və liguvə bəsvas olan kişiyə və burun oynaması nə deməkdir ki, bəlğəmdən ola və sodadən ola fayda edə və zəifun nəfsə bəlğəmiyə və avazı tutulan kişilərə, səsi tutulan, avazı tutulan kişilərə və avazı batil olanlara və bəlğəmdən olan baş ağrısına və şəqiqə ağrısına və bəlğəmi baş çəkənməsənə bəlğəmi baş gəzcənməsinə nəf edə və digər su qalxına və istiqaya və öskürgələrə qan tükürüsünə yəni quruh imaya ki sodadan və tuzlu bəlğəmdən mütəvəllid olmuş olə və yürək və qarun ağrısına və qadqudəği nə deməkdir? Qadqudəği taşı o və adub çiqərə. Bu bir qadqudəği daş indi haradır bura? Ya qaydi qudəği taşı ov edib ehtimalən yəni av edib çiqərə. Avla da ovmaq bir sözdəndir. Ova gedirəm, ava gedirəm, ovmaq, əzmaqdır bir şeyi. Orada tamam bir gəldi. O da örgəndim bunu biraz. Av edib çiqərə və digərin otlağın, səddələrin açər və bəlğənmiş heyzi açə və bol tutulduğun açə və anası qarnında olmuş oğlanı çiqərə və qəliz yelləri cigərdən və qəti şişlərin ki cigərdə və talaq burada bir şey indi nə mənədir, onu da bir yerdə gəlib talağı oxuyaq. Çünki burada yenə gəldi. Talaqda olə zail edə və heyz illətini zail edə və qaburi gedirə və talaqda olan yərəqani gedirə və cu akləb illətinə və asudə veci və nə mənədir? Bunları o mərisliqlar ki deyir, bu təryaq dediği olar. Məsələn, nə mənə? Tərkibi təryaq faruq, əmrazi ənsəl 48 miskal. Ehtimalən əqrazi ənsəl. Əmrazı oxudum mən, ehtimalən əqraz olacaqdır. Əqrad. Tərkibi təryaq faruq. İndi bu təryaqları işte dedi, yəni bir belə faydası vardı, bir belə
Deyək ki, sumum ki bədəndə var, o səmlərin dəfi üçün. İndi mən görürəm bu şey deyirlər indi buna, nə mənə deyirlər? İngiliscədə gözəl bir söz var. İndi videoda da hey deyirlər ki, səmzudayı, paksazi bədən, paksazi kolye, paksazi medə, paksazi rudə. Belə bir şey deyə İranda bir sözlər gətirirlər. Bu onun əslində kökü burada olacaqdır. Yəni bunu başarsa biri insafən çox gözəl tibb bir məsələsidir. Bir nəfər mənə köməklik eləsə vaqəən bunu eləyə bilərəm. Yəni bir nəfər ki göy-göyərəntiləri bilə, mən də bunu oxuyam, qəşəng pul qazanmaq olar. ترکیب تریاک فاروق امراض یا اقراض انسول 48 miskal. Bundan 48 miskal. Əqrazi əf'i 24 miskal. Əqrazi ənzuxurdən 24 miskal. Əqrazi ənzuxurdən bilmirəm 24 miskal və filfili siyah və əfyun hər birindən 24 miskal. Yəni filfili siyah və əfyun. Əfyun ehtimalən tiryəkə deyir, bilmirəm. Hər birindən 24 miskal. Darçin əvvəldə 12 miskal. Cazıl gül, bu dedi neçə miskal? 24 miskal. Deyir ki, o da 24 miskal elərmiş. Tamam. 20 var imiş 24 miskal. Qızılgül olan 12 miskal. Olan, bura hərəsi miskal olanda gələcək neçə kilo olacaqdır. Bəyan şəlğəm toxmi və bəyan şəlğəm toxmi və bəyan sarmusfi ki Sigurdur hər halda daha şeyə. Çox uzun yazır, tozik də verir, amma bəllidir ki, bu dövlət işidir. Yəni düzəldir ki, hazır qoya, sata da, yəni neçə kilo bunu qatacaqdır, qaynadacaqdır böyük qəzəndə və ondan bir təryaq düzəldəcəkdir, yəni padizəhr düzəldəcəkdir. Nə mənə deyirlər ona indi? Vaksən yox. Ona bir ayrı bir şey deyirlər. Təryaq. Qoca təryaqı nə yazır? Təryaq. Təryaq nə deməkdir? Görək gətirir. Təryaq. Yenə getdi şey farsı yazmağa. Türkcə yaz. Türkçə yaz. Tamam, görək yazır. Təryaq türkçədə əsli məna köhənə imruzi. Yenə də farsı yazır. Əsli mənanı deyir ki, köhənə imruz və imruzi. Padizəhr, ziddi səm. Pəs mən düz demişəm. Panzəhir. Türkiyədə panzəhir deyirlər. Bax, yenə də bunları götürübdü farsı yazır. Yəni, bilmirəm niyə. Məni vabəsi dər Osmani və ədəbiyyatı klasik. Təryaq. Tiryaki, təryaqxor. کسی که به داروی قوی یا مادی خو کرده گاهی به معنی معتاد هم در متون قدیم آمده. تریاک olmak. Azerice tiryak olmak. Türkçe Anadolu adetkardan xu geriften. Ha, tiryak olmak Azerice deyir, bu yazır. Tiryak olmak Türkçe Anadolu. Bu derman ile zəhərinə tiryakdır. این دارو برای زهر مار ilanmış o da. Padzehr است. Bu ilaç yılan zehri için panzehirdir. Muadil. Panzehir padzehr ziddi sem. Tiryak padzehr. Tiryaki adetkarda, xu girifte. Tiryakxor, Osmanlı'da tiryakxor deyirmişlər. Tamam. Onu da bildik ki, burada tibbidə bir ayrı məna verir. Orada da bir ayrı məna verir.
13-cü bab təbiblərin vəsiyyətindəndir. Təbib kim xəstə qatinə gələ, ondan sonra kim diyanət və əmanət şərtilərin və əsanidə şəfətlərin yerinə gətirmiş ola. Burada da döktürlərin haqqında danışır ki, nə etməlidirlər, gizli tutmalıdırlar filan, bu tür bir şeyləri danışır. İkinci bəxşi əndamlar xəstəliklərindədir. Başdan ayaq varınca və əlaclərindədir. Bu bəxş 30 babidir. Bu bəxş özü 30 babidir. Sərsam. İkinci bab. Birinci bab nə idi? Əvvəl sərsam və isti baş ağrısında sərsam 2 dürlüdür. Sərsam 2. Sərsam baş ağrısı. Görürsünüz, Türkçədə sər varmış. Baş adına elə işlədirmiş. İkinci bab, sərsamı barid əlacındədir. Barid yəni soyuq. Bu illətin maddəsi bir buxarıdır ki, əzən bəlğəmdən hasil olur. Əzən nə deməkdir? Onlarda dedim, mənim sorum çatmadığı üçün. Burada davaların yazır və babları. 6-cı, yəni 4-cü babı qəflətdə və intisaqlıqdadır. Əlacı haqqına edərlər. Əlac həqənə edərlər. Həqənə barmaqla aşağıda insana soxmaqdır. Mən bunu düşünürdüm, soxmaq, sıxmaq. Sıxmaq, bunu da yuxuda düşünürdüm ehtimalən. Sıxmaq bir şeyi sıxırıq. Filan əl-ələ sıxışırıq. Görüşəndə əl-ələ sıxışırıq. Məsələn, 2 nəfərin arasına girəndə sıxışır 2 nəfərin arasına. Sıxışım, yəni araza sıxışım, yəni yerləşim sizin ikinizin araza. İkisinə də zor, hər üçünə də zor gələcək, yəni. Sıxışmağa hətta bu ünvanda ki, məsələn, bir-birimizi qucaqlayaq ya görüşək, o anlamda da deyirlər. Sıxmaq da sıxmaq, yəni fişar vermək əslində. Zor vermək. Sıxmaq bu anlamdadır. Məsələn, deyək ki, bir şeyi qoyacağıq. Əlimizin, ovucumuzun arasına sıxacağıq, suyu tökülsün. Məsələn, bu sıxmaqdır. Məsələn, o şey ki, meyvəni aparırlar, məsələn, meyvə suyun. Sıxırlar, çıxır. Ona deyirik sıxmaq. Sıxışmaq da ondan gəlir. Çox gözəl. Mən bunu gecə yuxuda görürdüm ehtimalən. Ona görə indi də yadıma düşür. 5-ci bab səkdədir. Ol tok yükrə, əvvəl tüf yükrə, süsün bağlı cərb edələr. Ayazca, yəni burada da görürük ki, o qəziyyəni, səkdə məsələsini burada yaxşı şeyləyibdir. İndi də böyük müşküllərdən biridir ki, calibdir bunu. Sonra davaların yazır, o 6-cı buradaydı. 6-cı bab, səridə və baş cigərlənmədədir. Səridə və baş gicəllənmək olacaqdır. Cicəzənmədə. Biz cicəllənmək deyirik, ehtimalən fikir edirəm ki, onu deyir. Əlac ol, kəklik. Əvvəl kəklik və sügülən və sərçə əti və qoyun ətin qızlı və qurmə və tavuk kəbabı və nohudlu şurbələr darçin ilə və qərə kişnic ilə münasib olə. Sərə də belə bir şey dava deyir. 7-ci bab nə mənədir? Qalıcdə və rəəşədə. Ehtimalən fələcdə olur, falecdə və rəəşədədir. Ol əlac tiz hissə edələr, istifraq edələr və nərm maül usul
ya term nərm olacaq. Mail usul və verələr. Və hər higənə əyarcə tamam. Oxuya bilmədim çünki şeydir da. 8-ci bab ləqvədir. Bu illət nagah vaqe olur. Taymək dəstinə çinmək qüvvəti batil ölür. Bilmirəm nə mənə deməkdir. 9-cu bab kabusdədir. Yəni ağır bəsməkdə ya ağız bəsməkdədir və baş cigərməkdədir. Dedim, cicəllənməyi beləsi. Cigəzlənməkdədir. Həman o şey ki, biz cicəllənmək deyirik, cigəzlənməkdədir. Əlacı buxar idi, nesnə edə meyl edər. Milir, edimilir. Sarımsaq və soğan və kəndana gibi dahi bunlara bənzər nə var isə həqənə edəmiyələr. Bəqələ və mərcimək və bəqələ. Amma bu cür bir şeylər ki, mən bunları təəssüflə ingiliscə bilmədiyim üçün oxuya bilmirəm. Gedək biraz qabağa görək ki, 15-ci bab ağız və dodaq və dil və döş və diş və boğaz xəstəliklərindədir. Bunlarda da getdi, bu babda da bunlara danışacaqdır ki, bunların 16-cı bab zükam və nazilə və öskürək və zatul cənbə və zeyfun nəfs ya zeygun nəfs və zatul riyədədir. Bu da onlardadır. 17-ci bab yürək görüm nə mənədir vaxtı yürək istilik yerində və yürək xəstəliklərində və itti xəfəqan əlacində. İndi bu mən istilik oxudum, amma bəlkə istilik də olmuyor, ayrı bir şey olar. Yürək itiliklərində ya istiliklərində bilmirəm nə olacaq və yürək xəstəliklərində və iti xəfəqan əlacindədir. Əlaməti yürək eti olub, isti ehtimalən, isti olub, soğuk havadan, soğuk sudan rahat bulməkdir. Əlacı ilə şərabi və ağac qavuni belə bir şeylərdir ki, mən onları təəssüflə çox gözəl bir kitab, yəni təxəssüsü bir kitabdır. Mən fikirəm ki, bunların bir çox ki, indi ki bizə dava verirlər, döhdürlər, bir dərdə dava olanda 1000 dana da dərd yaradır o davalar, yəni side effekti vardır. Mən fikirəm bunlar ondan 1000 pay yaxçıdır. 19-cu bab əsriba ənvaindədir. İshal səfravi əlaməti oldur ki, qusmaq və hərarət ola və ishali ki rəngi sarı ola ata əlacı hər sabah cavad vermək nə mənədir bilməm. Bu da bir şeydir, yəni savadsızam da, savadsız, heyf. 20-ci bab ənva-i quluncudədir ki, anın maddəsi soğuk xiltidən ola. Bunu idə əlamət məqəddə soğuk olur və ağıza olur və ağır olur. Bunlar da yenə dedim, çox
döhdürlük məsələsidir. Çox gözəl kitabdır. Bax, sevdim onu. 21-ci bab. Məq'əd zəhmətlərindədir və əlaclərindədir. Səfrə təşrə çıxdığında təşərə çıxdığında əlacı budur. Mazuy dügülünün küft edələr. Mazuy dügülünün küft edələr ya küftə edələr və biraz anar qabığı və biraz sumak və biraz mersin yaprağı bunları geynədələr, su ilə məq'ədi yüyələr və içində oturələr və ya bir parə bezi islədələr və səfrəyə ol bez ilə dürtələr və cəlnar nəminə daha oxuya bilmərim. Gedək kitabın 150-ci səhifəsinə də bir baxa. Burada bir şeylər gördüm. Çox getdim amma. Burada bir yazılar görürəm. Görün bunlar nədir? Bir dürlü dəxi. Bir dana da səhvə dalıya gedim, görün nəmədir. 23-cü bab. Təlaq xəstəliklərindədir. Əslən, təlaq sözü görək nədir, onu bilək. İssi təlaq üçün ol. Görün, bunu bəlkə şey yazaq. Osmanlıca'da təlaq sözü tipdə nə denir? Hangi anlamları daşır? Görək. Yenə də farsı yazır. Mən soruşuram, Türkçə bu farsı. در Osmanlıca, Osmanlı Türkçesi. واژه طلاق در متون طبی معنی فقهی حقوقی ندارد بلکه با معنای دارویی درمانی به کار می‌رود. مهمترین معناهای طبی جدا کردن و تفکیک کردن مواد مثل جدا کردن یک جزء از ترکیب دارویی، حل کردن، ذوب کردن، گشودن گره و انسداد. مثلا گشودن گرفتگی رگ، گرفتگی معده یا باز کردن انسداد در بدن. 3. آزاد کردن بخار یا گاز از دارو. در بعضی رساله ها مخصوص ترکیبات شیمیایی عطاری در داروسازی قدیم رها کردن یک جزء مؤثر از دارو تا اثرش فعال شود. گاهی در معنای گشودن درد و رفع گرفتگی عضلات یا عصبی. واژه‌های همریشه و کاربردی در طب عثمانی. طلاق mütləq. Talaq edici mütləq. Yəni mütləq işlənirmiş, mütləq, quşayəndə, baz konəndə, insidad, rəha konəndə. Mütəlliqat, mütəlliqat. Daruhایی که انسداد را باز می‌کنند. طلاق etmək, طلاق eyləmək. یعنی گشودن، حل کردن. مثال مفهومی در یک جمله عثمانی. Bu ilaç damar tıkanlığını talak edicidir. این دارو انسداد رگ را باز می‌کند. یا در رساله‌های عطاری ممکن است چنین مفهومی داشته باشد. ادویه‌nin اجزایی kesifesi talak olunup tesiri zahir olur. Tamam. Bu da ki bu anlamdadır. Yəni dedik aşmaq. Talaq aşmaq deməkdir. Bir şey ki tutulubdur, onu aşmaq mənasındadır. İndi ona bir şeylər demişdi. Burada gəlmişik. Talaq üçün havas-ı mücərrəb ya havas-ı mücərrəb nəsnələr kim cümləsinə bizim təcrübəmizdir. Bu nüsxə bir parə kağız yazalım və kağızı dövrələr bir səbələ qədri
ol kişinin təlağı gedə. Burada da bir şeylər yazıbdır, əlamətlər yazıb qoyubdur. Bir dürlü dəxi. Təlaq üçün xəvasdən kim biz yazdım. Təcrübəmiz yetmişdir. Çarşənbə günü bir parə kağız, tamam, kağızın üstünə bir şeylər yazır. Əslində kağızın üstünə bir şeylər də yazır, zahir dua kimi ədədlər. Sonra onu yandırır, deyir o isti. Onu şey edir, aradan aparır. Bu istisini ehtimalən dedi üstə, amma burada bəlkə kağızda da deyir və bir şeylər var. 25-ci bab qərəbərə qandır. Qərəbərə qan nə deməkdir? Əlac baslıq təmərindən qan alə. Tamər haman damar. Təmərindən qan alələr sol əlindən və sodayı artmasına məşğul olələr. Sud kökülə və aktomutlə və qeyrisilə və hərçi sarvə. Tamam. Gedək 150-yə hər halda. Görək ki, 150-də nə var? Çox cəlib bir kitabdır. Çox sevdim bunu. Oxuması da rahatdır. Bunun adam zəhmət çəksə biraz, o odların, zadların əksini toplasa, şərhin toplasa ki, nə cür bir oddur, onları yığsa, məncə bir əttarə açıb işlədə bilər. Yəni, çox gözəl bir iş kitabıdır. Əslində, bundan elə hər kəs eləyə bilər ki, 150-dən qərarlı bir şeylər oxuyaq. 151-də ehtimalən bir şey vardı, bir mətləbin başlanışı vardı, amma burada da irad gördü. Bir dürlü dəxi. Yumurdeyi dələlər, yumurtanı həman. Yumurdeyi dələlər, ağını dökələr, sarısıcağında içən döküşmüş götürədülər, düldülər. Bilmirəm, oxuya bilmədim. Yəni, bunlar o şeylərdir ki, mən nə eşitmişəm, nə oxumuşam təəssüflə. Türk dilində çox zəifəm. Bununla da belə istəyirəm ki, çətin kitablar oxuyam. Kitabın son səhifəsinə gəldik. Görək ki, burada tarix nə qoyubdur? Bu kitab hangi tarixdə yazılıbdır? O mənə daha da önəmli elər bu kitabı. Görək ki, nə yazıbdır? Əlbəttə, mütəəssifanə axirdə səfələrin yenə bu su gəlməkdən bahis olubdur ki, kitabın o üzünün rəngi çıxıb, bu üzə, bu üzünün işi çıxıb, o üzə, ona görə bir-birlərinə dixalət eləyiblər, oxunmur. Müstəfa İbni Xuteyn Əlqa, bunun adı, yazanın adını deyir. Ənyəd olacaqdır. Təmmətil kitab ənyədi əş-şeyx. Əş-şeyx Müstəfa İbni Xətin, burada xətini görürük. Ehtimalən xətin xatun ola, ya da xətin addır. İbni Xətinul Qadilaidad. Bunun davamı Əl-Qadiladi mənə axər. Aha, şeydir. Burada bir şey var, yazıblar, amma təəssüflə oxunmur. Fi şəhri, indi şəhri mah, ay, şəhri səfəri əl-müzəffər. Səfər ayında yevm-i səbt, yəni şənbə günü isna və səmani və əlif. İsna və mən səmani oxuram, ola bilər ki, bir ayrı bir şey olsun. Səmaniyə və əlif. Səmani məədir o ehtimalən, ona görə oxuya bilmədim. Səmani məə, səmaniyə, səmaniyə. Əgər mən bunu düz oxusam, yəni beləsi oxuduğumu qəbul eləsəm, isna və səmanə məə və əlif. Əgər belə düz olsa, bu həddə bənzətdim. Əgər belə olsa, olar
1700 yox, olmaz. Çünki 1447-dir. 1700 olmaz. İsnavə əlif. 1000 neçədir burası? 1000-ci ildən sonradır. Bu səfər də yazdığı üçün deyə bilmərik ki, yəni istirdim deyəm ki, məsələn miladi dil əlif şeylə yazıbdı, amma o da deyil. İsnavə hər nə mənədir bu? Səma heyf. Oxuya bilmədik. Kitabın əvvəlində oxuduq, bir şey yazmamışdı ki, kimin dövründə yazıbdı. Oradan bilək ki, bu hangi dövrdə yazılıbdı. Əcəba bu sonunda bir şeylər vardı. Ağzəl kəlb. Burada da biz general şeydir, mərəzçilik haqqında yazıbdı. Yoxsa oxuyardım bunu, görək ki, bunun axırında bir şeylər yazıbdı. Bu xətt elə o xəttə bənzir, amma biraz fərqi vardı. Adcacan fərqi var, amma o fərq xəttdəndir, yəni. Acaba burada bir şey yazabilir mi? Sarmaşık siyahəti ki danəcəkləri siyah edər yaprakları rəzən 2 vaqiyə yox. Mütəəssifanə çox heyf olsun ki o tarixi oxuya bilmədik. Kitabın o tarixi çox göylüm istir bunu oxuyam. Qoy bundan bir əks salım verim görüm, bəlkə bu oxudur. Bəlkə bu oxusa çox yaxşı olar, amma şati skrin elədik, gəldi bura. Bunu əvvəl açaq, kəsaq bunu. Əksi kəsaq, qılıladaq ki oxuya bilsin. Umaram ki oxuya bilə. İsna və məəsin oxuram. Amma mən bunu səmma oxuram beləsi, amma tamam bunu görüm ki, şeyə versək. Buna versək oxuyar bizim üçün. دستنویس عثمانی‌جا است و کیفیت پایین و لکه‌دار دارد ولی بخش‌های قابل خواندن را با حروف عربی ترکی استاندارد عثمانی بازنویسی می‌کنم و زیرش توضیح می‌دهم. بازنویسی بخش خوانا. Talaq edici. Getdi ayrı bir şey yazdı. Talaq edici, sədr bozmuş, bəlğəm, pulon. Yox, bu o deyil. Bu əslən onu oxuma. Orada o cür bir şey yoxdur. Hara getdi? Bu şeyi niyə bağladım? ChatGPT-ni bağladıq, amma heyf elədik. Orada o cür bir şey yoxdur. Tarix var. Fəqət tarixi mən istirdim oxuya. Tarixə görə bir şey oxumayıb. Elə özündən götürübdü. Bir şeylər yazıbdı. Bunu biz oxusaq, Yevmus Səbti səneyi İsna və Əlif. Oxuya bilmədik, heyf olsun. Yəni, çox heyf olsun ki, bunun tarixini oxuya bilmədik. Hər halda, əgər 1200-də də olsa, ya Oğuzda 1300 də olsa, belə 150 il bu kitabdan heç olmasa geçir. Heyf olsun ki, oxuya bilmədik. Çox gözəl bir kitaba, Allaha min mərtəbə şükür olsun bu günləri idi. Əvvəldə bir neçə səhifəsini oxudum, yəni fikirəm ki, 6-7 səhifəsini oxudum. Bəlkə də çox. 2, 4,
Bəli, 6 səhifəsini oxudum. 6 səhifəsində mütəəssifanə bir şey yazmamışdı ki, onu qərinə tutaq. Şuraq ki, məsələn, hansı şah dövründə yazıbdı, hansı sultan ya hansı xəlifə dövründə yazıbdı, eləyə bilək onun üzü ilə tapaq ki, bu kitab hansı ildə yazılıbdı, ya hansı ilə yaxın illərdə tapılıb, yazıbdı. Sonunda da tarixi təəssüflə elə kitaba su gəlibdi və o tarix də aradan gedib. Əlbəttə burada bir şey görürük, amma bu da 1198 məsələn yazıbdı. Bu da olar miladi bəlkə oldu ya nə oldu bilmirəm. Amma bu tarix ki, əsli tarix buradadır. Bunu mütəəssifanə mən oxuya bilmədim. Heyf. Hər halda çox gözəl bir tibb kitabı ilə qarşılaşdıq. Mən ləzzət apardım bundan. Bundan belə ki, bu təxəssüsü kitabdır. Türkcədə yazılıbdı. Həm davaları yazıbdı, həm mərisliqləri yazıbdı. Amma bunları mən hətta nə cür təşxis verəcək ehtimalən onları yazıb, amma onları mən görmədim ki, yəni məsələn bir nəfər deyir filan məris vəba tutub məsələn. Onu nə cür təşxis verək ki, vəba tutusu vardı. Bunu ehtimalən bu vəziyyət tutub ki, insanlar mərisliqləri tanırlar onun üzünə. Amma mən oxumadım, görürəm ki, mərisliqə nə cür təşxis verir ki, filan mərisliq, bu mərisliq o mərisliqdir, ya o birisi mərisliq deyil. Onu bilmədiyim üçün, yəni oxumadığım üçün də ona yetişmədim. Amma davaları, dərmanları və mərisliqləri deyir, onlara da dava dərman deyir, yazır, qaynatmağın ya nə qədər hərəsindən olsun, onu da deyir. Çox gözəl. Əslində türk davaşı deyirik, türkü dava kitabıdır, çox da gözəldir. Yəni mən buradan gördüyüm kitabların hamısından çox yazdığı budur. Allaha şükür olsun türklərin yaratdıqları türk dilində, türk dili ilə və türk yazısı ilə bir dənə daha bir təxəssüsü kitabla türk dilində tanış olduq. Allaha şükür olsun. Umaram ki, dostlar da eləyə bilərlər, əlaqələr olsa bu kitabı oxuyarlar və faydalanırlar. Gününüz, gecəniz xeyrə qalsın. Allah ömür verirsə bir ayrı gündə, bir ayrı kitabla tanış olarıq və türk dünyasının yaratdığı mədəniyyətlərlə, təməddünlərlə tanış olarıq. Düşmənlərin yaratdığı düşüncələrdən uzaqlaşıb öz düşüncəmizə, milli düşüncəmizə daxil oluruz.